Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Allahümme allimna ma yenfa'una ve enfa'na ma allamtana ve zidna ilma. Amma ba'd. Əziz və dəyərli qardaş abazlarım, hörmətli dinləyicilər və bugün də biz keçən mövzularımızın davamı olaraq Quran-ı Kərimdəki şəriətin məqsədlərindən danışırıq. Və bugün toxunacağımız məqsədlərdən növbətçisi ihsan haqqında olacaq və həmçinin də ondan sonra toxunacaq silə barəsində danışacaq. Hansı ki, silə əlaqələri qorumaqdır, əlaqələri saxlamaq deməkdir. Quran-ı Kərimdə şəriətin 3-cü adi məqsədinə gəldikdə, bu ihsan, yaxşılıq məqsəddir. Uca Allah öz kitabında ihsana əmr eləyərək buyurur ki, İnnallaha ya'muru bil adli vel ihsan. Həqiqətən Allah ədalətli olmağı, yaxşılıq etməyi, ihsan etməyi əmr edir. Və bu ədalətdə qeyd elədiyimiz kimi, burada da ümumi bir əmrdir. İhsan, elm əhli qeyd edir ki, ən gözəl şəkildə bir şeyi ən gözəl şəkildə əməl etmək və gözəl olanı başqasına çatdırmaqdır. Quranda ihsan məqsədi ümumidir. Çünki əvvəldə qeyd edilmiş ayədə də gördük, həqiqətən Allah ədalətli olmağı və ihsan etməyi, yaxşılıq etməyi əmr edir. Və bu əmr hər bir ihsanı əhatə eləyir. Buna görə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub, İnnallaha kətəbəl ihsanə alə kulli şey. Şübhəsiz ki, Uca Allah hər bir şeydə ihsanlı olmağı, yaxşı davranmağı yazıb. Hər bir şeydə. İnsanlarla rəftarda, heyvanlarla rəftarda və s. Bütün məsələlərdə insan ihsan məqamını, yaxşılıq məqamını hər bir zaman qoruyub saxlayacaq. Deməli, bu əmr ibadətdə də ihsanı əhatə eləyir. Birinci növbədə əsas insandan tələb olunan ibadətdə ihsanlı olmağıdır, ibadətini gözəlləşdirməsidir. Yəni, namazdan qalxdığı zaman, namazında durduğu zaman nə deyəcəyini biləcək, nə hərəkətlər edəcəyini biləcək, hamısını namaz qıldığı zaman ən gözəl şəkildə yerinə yetirəcək. Yoxsa görürsən ki, bəzi insanlar namaza daxil olduqda və həmçində çıxdıqları zaman cəmi iki şey bilirlər. Bir, təkbirətül ihram, namaza daxil olduğumuz zaman etdiyimiz təkbir, Allahu Akbar. Və bir də Əssəlamu Aleykum və Rəhmətullah. Bir də sonda salam verib çıxdığımız vaxtdır ki, bəzi insanlar var ki, namazdan yalnız bu iki şey onların yadında qalıb. Allahu Akbar, Əssəlamu Aleykum və Rəhmətullah. Yerdə qalan bu aralıqda hamısında görürsən ki, insan qəflətdə qalıb, dünya barəsində fikirləşib, namazda dünya ona gözəlləşib, namazda dünya ona gəlib və görürsən ki, insan namazda nə dediyinə belə varmayıb, nələr etdiyini belə bilməyib. Hətta bəzən görürsən ki, bəzən də olur ki, səssiz namazlarda, misal üçün məsciddə getdiyimiz zaman, məscidə daxil olduğumuz zaman imam səssiz namaz qıldırdığı zaman arxada elə məmun, arxada elə duran şəxs olur ki, onun eşitdiyi imamdan bircə Elhamdülillahi Rabbil Alemin ayəsi bir də sonda Fatihə surəsinin sonunda dediyimiz əmin kəlməsi olur. Yəni, namazda insan görürsə ki, yalnız bu iki şeyi fikirləşib, iki şeydən agah olub, qalan vaxtlarda isə nədir? İnsan qəflətdə olub, yəni dünya işləri barəsində fikirləşib və və ilaxır. Ona görə insan çalışmalıdır ki, ibadəti gözəlləşdirsin, ibadətində o ihsanı hər bir zaman yerinə qoysun. Və ona görə də ihsan həmçinin insanlarla rəftarda da tələb olunur. Hətta heyvanlarla münasibətdə də bu tələb olunan şeydir.
Və ona görə ihsan insanların çoxunun qafil qaldığı böyük bir savab qapısıdır və insanlarla ihsanla, yəni yaxşılıqla, nəzakətlə rəftar eləmək bu bir ibadətdir və bu əməl insanı Allaha yaxınlaşdırır və bu əməl böyük bir savabdır. Və ona görə də insan öz işini, öz vəzifəsini hər bir zaman çalışmaq ki, gözəl görsün, ona bir vəzifə verildikdə, tapşırıldıqda bu vəzifəni Allah üçün mükəmməl icra eləsin və əgər gözəl şəkildə icra eləyərsə və insan bu vəzifəni yaxşı şəkildə icra eləyərsə, onun üçün gizli və aşkar da eyni olar və onun üçün fərq eləməz, kimsə ona nəzarət eləyir və yaxud da nəzarət etmir. Yəni bu insan, yəni işini gözəlləşdirən insandır. Bu insan işində yaxşı davranan insandır. Və belə olduğu halda beləliklə o iş Allaha yaxınlaşdıran bir ibadətə çevrilər və insan buna görə savab qazanar. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, İnnallaha kətəbəl ihsana ala kulli şey. Şübhəsiz ki, Allah hər bir şeydə gözəl davranmağı yazıb. Fe izə qataltum fe ahsinul qitlə. Öldürdüyünüz zaman öldürməyi gözəl edin. Yəni işgəncə verməyin. Yəni hətta insan, hətta düşman da olsa da belə, qatil olsa da belə insan ölümünü, yəni o ölümü gözəl etməlidir. Yəni işgəncə verməli deyil. Yəni onu insanı yandıraraq öldürmək və yaxud da bir hissəsini kəsib, onu bir müddət buraxıb, sonra digər hissəsini kəsib, yenə bir müddət kənarda buraxıb və belə tədricən öldürmək, işgəncə verərək öldürmək, təbii ki, bunlar yəni qadağan olunub, yəni icazəli deyil. Ona görə insan çalışmalıdır ki, hətta ölüm məqamında da onu gözəl şəkildə yerinə yetirsin. Hətta qeyd edildi ki, hətta düşman olsa da belə, ola bilsin ki, yəni təcavüz eləyib, işğal eləyib və yəni insanlara toxunub və sair və ilaxır. Hər bir halda şəriət bizə əmr eləyib ki, öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Elhamdülillah şəriət qisası qoyub, hansı qisasda həyat var insanlar üçün və beləcə görürsən ki, qisas səbəbi ilə, qisas olduğu vaxt yer üzərində qətillərin sayı da azalır, fitnələrin, fəsadların sayı da azalmış olur. Və sonrası Peyğəmbər sallallahu əleyhi və səlləm hədisin davamında buyurur: "Və izə zəbəhtum fə əhsinu zəbh." Kəsdiyiniz zaman da gözəl kəsin. Yəni insan heyvan kəsdiyi zaman gözəl şəkildə kəsməlidir. Heyvana əziyyət vermək olmaz, heyvana incitmək olmaz. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Və liyuhiddə ahadukum şəfratəh və liyurih zəbihətəh." Və sizdən biriniz bıçağını itiləsin və kəsdiyi heyvanı rahatlasın. Yəni heyvan kəsildiyi zaman bıçaq itili olmalıdır və heyvana əziyyət vermək olmaz. Və hətta baxsaq görərik ki, deməli şəriət hətta heyvanı kəsməkdə də bizə ihsanlı olmağı, yaxşı davranmağı əmr eləyib. Yəni kəsimdə ihsan, heyvana kəsimdə ihsan odur ki, istifadə olunan alətlə və həmçində kəsilən heyvanı rahatlamaqla həyata keçir. Və buna görə də dəlillər insanın gözəl şəkildə etdiyi hər bir ihsana görə, yaxşılığa görə mükafatlandıracağına, savab qazanacağına dəlalət edir. Peyğəmbər sallallahu əleyhi və səlləm bu barədə buyurur ki, bir zaman bir it qoyunun ətrafında dolanırdı, susuzluq az qala onu öldürəcəkdi. Və bu əsnada Bəni İsrail fahiş qadınlarından olan bir qadın onu gördü, dərhal ayaqqabısını çıxartdı və quyudan su çəkib itə su verdi. Və bu əməlinə görə də Allah onu bağışladı. Bu əməlinə görə Allah onu bağışladı. Deməli, ihsana görə insan, yaxşılığa görə insan mükafatlandırılacaq. Və Peyğəmbər sallallahu əleyhi və səlləm yəni digər hədisində buyurur ki,
Bir kişi yolla gedərkən bərk susuyur, bir quyu tapıb ora düşür və su içib çıxır. Həmin an tənginəfəs olub susuzluqdan yaş torpağa yalayan bir it görür. Və kişi öz-özünə deyir ki, məni yandıran susuzluq bu iti də eləcə yandırıb və dərhal quyuya enib ayaqqabısını su ilə doldurur və itə su verir. Allah onun bu əməlini bəyənib mükafatlandırır və onun günahlarını bağışlayır. Sahabələr deyirlər ki, Allahın elçisi, məgər heyvanlara görə də bizim üçün savab var? Yəni onlara yaxşılıq etdikdə bizə savab verilirmi? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, fi kulli zati kabdin ratbatin əcr. Hər bir canlı ciyər sahibinə, yaş qara ciyər sahibinə edilən yaxşılığa görə savab vardır. İbn Ömər, Allah ondan atasından razı olsun, deyir ki, onlar Allah elçisi sallallahu əleyhi və səlləm ilə birlikdə səfərdə idilər və dincəlmək üçün bir yerə düşürlər. Peyğəmbər sallallahu əleyhi və səlləm öz ehtiyacı ödəmək üçün uzaqlaşır. Bu zaman 2 balası olan bir quş var idi və sahabə deyir ki, biz onun 2 balasını götürdük və quş gəlib çırpınmağa, qanat salıb dövrü vurmağa başladı. Peyğəmbərin sallallahu əleyhi və səlləmin ətrafında uçur, başı üstünə dövrə vururdu. Hansı ki, onun balalarını götürmüşdülər, 2 balasını. Peyğəmbər sallallahu əleyhi və səlləm geri qaydanda, gələndə deyir ki, mən fəcə hədihi bi vələdihə, kim bu quşu balasına görə kədərləndirib? Ruddu vələdəhə iləyhə, balasını ona qaytarın. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm hətta heyvana, canlıya belə ehsanla, şəfqətlə rəftar eləməyi əmr eləmişdi. Yəni ona görə də bunlar bizə göstərir ki, Quranda nəzərdə tutulan ehsan hər bir şeydə olan ehsandır. Şəriətin bizə əmr etdiyi şeylərdə, şəriətin bizə qadağan etdiyi şeylərdə, gündəlik həyatımızda, ticarət münasibətlərində, insanlarla münasibətdə, hətta heyvanlarla münasibətdə Quran bizə və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisləri, şəriət bizə öyrədib ki, ehsanla müamilə, rəftar etmək lazımdır. Və sonra isə Qurandakı şəriətin ən böyük məqsədlərindən biri silədir. Bağları qorumaq və bağları möhkəm saxlamaq, qovuşdurmaq məqsədidir. Uca olan Allah bizdən deməli birləşdirilməsini əmr etdiyi şeyləri bir-birinə birləşdirməyimizi, bağlamağımızı istəyir. Şəriətin Qurandakı ən əzəmətli məqsədlərindən biri də silə, bağları qorumaq, bağları birləşdirmək qayəsidir. Və buna görə də uca Allah möminləri bağları qorumaqla, bağları birləşdirməklə tərifləyərək buyurur ki, وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ أَنْ يُوصَلْ. O kəslər ki, Allahın birləşdirilməsi, əmr etdiyi şeyləri birləşdirir. Kimdir onlar? وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ. Onlar Rəblərindən qorxur və həmçinin pis hesabdan həzər edirlər. Bu insanlar Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirirlər. Bağları qoruyub saxlayırlar. Və uca Allah həmçinin bəyan edib ki, siləni, bağları tərk etmək, bağları qırmaq fasiqlərin sifətlərindəndir. Necə ki, uca Allah buyurur, وَمَا يُضِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ. Allah bununla ancaq fasiqləri azğınlığa salar. اَلَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللّٰهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ أَنْ يُوصَلْ. O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri kəsir, yəni bağları qırır. وَيُفْسِدُونَ فِي الْأَرْضِ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ. Və yer üzündə fitnə, fəsad törədirlər. Onlar ziyana uğrayanlardır. Və beləcə Allahın yəni bağlanılmasını, qovuşdurulmasını əmr etdiyi bağları qıran, kəsən, fasiqlərdən və ziyana uğrayanlardandır.
Və qeyd olunur ki, elm əhli buyurur ki, o özündə həm fıskı, həm də dünyada və axirətdə ziyana uğramağı cəmləşdirmiş olur. Və bağları qıran kəs heç vaxt mənfəət qazanmayıb və bağları qoruyan, bağları saxlayan, əlaqələri saxlayan kəs isə heç vaxt ziyana uğramayıb. Quran-ı Kərimin dəlalət elədiyi, yəni dəlillər də buna bir sübutdur. Uca Allah Quran-ı Kərimdə buyurur: وَالَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللّٰهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ أُولَٰئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ. Uca Allah buyurur ki, Allahla əhd bağladıqdan sonra onu pozanlar və Allahın birləşdirilməsini əmr etdiyi şeyləri kəsənlər, bağları qıranlar və yer üzündə fitnə, fəsad törədənlər, lənət onlar üçündür və pis yurt da onlar üçündür. Və bu ayələr onu göstərir ki, Allah qorusun, bağları kəsmək təhlükəlidir. Bağları qorumaq isə, əlaqələri saxlamaq isə insanın uğurudur, nizatıdır, insanın xeyrin, faydanın əldə eləməsidir. Və ona görə də din, yəni bağları qoruyub saxlayan dinidir. Din birləşdirmə dinidir və şəriətin ən əzəmətli məqsədlərindən biri də silədir, bağları qorumaqdır. Bağların ən əzəmətlisi, onları qorumağın ən əzəmətlisi, yəni əlaqəni saxlamağın ən böyüyü valideynlərə edilən əlaqədir. Yəni valideynlərlə saxlanan əlaqədir. Valideynlərlə bağları qoruyub saxlamaqdır. Ona görə də Allahın birləşdirilməsini əmr etdiyi şeylərin ən təkidlisidir, ən vacibidir. Necə ki, Uca Allah bu barədə buyurur: وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Rəbbin yalnız ona ibadət etməyinizi, birinci növbədə ibadət məsələsi, yəni insan birinci növbədə Allahın olan bağını, əlaqəsini möhkəm eləməlidir və sonrası ondan sonra ən təkidlisi valideynlər. Valideynlərə ehsan, yaxşılıq etməyinizi Uca Allah əmr edib. Valideynlərə yaxşı davranmağınızı Uca Allah əmr eləyib. Və ona görə də bu yaxşılıqla edilən bir bağdır, bir əlaqədir. Hansı ki, insan valideynlərə etdiyi yaxşılıqla o bağları, əlaqələri qoruyub saxlamış olur. Valideynlərlə əlaqə saxlamaq, deməli, yalnız belə deyək də, hiss olunan əlaqə ilə, yəni təkcə onları ziyarət etməklə məhdudlaşmır. Əlbəttə ki, şək yoxdur ki, bu çox gözəl bir bağları qorumaqdan, əlaqələri saxlamaqdan sayılır. Buna şübhə yox. Lakin bu silə, əlaqələri qoruyub saxlamaq mənəvi bağları da əhatə eləyir. Onların başında onlar üçün dua etmək, valideynləri xeyrə dəvət etmək və həmçinin də onların dostlarına, yaxınlarına hörmət, ehtiram göstərmək. Ona görə Uca Allah, necə ki, əvvəldə qeyd edilmiş Quran-ı Kərimdə buyurur, Rəbbin yalnız ona ibadət etməyinizi və valideynlərə ehsan etməyinizi əmr edir. Və bu bağ heç vaxt kəsilmir. Valideynlərlə əlaqəni qoruyub saxlamaq elə bir şeydir ki, heç vaxtı kəsilmir və bunun müəyyən bir son həddi zamanı yoxdur. Əksinə, yaş ötüb keçdikcə, vaxt keçdikcə bu bağ, əlaqə daha da böyüyür, daha da əzəmətli olur. Valideynin yaşı ötdükcə bu yaxşılığın və qayğının böyüklüyü və əhəmiyyəti də bir o qədər artır. Uca Allah buyurur: İmmə yəbluğanna indəkəl kibara əhaduhuma əv kilahuma fələ təqul ləhuma uff. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına çatarsa, onlara uf belə demə. Bu, xoş və gözəl sözlərlə
bağları qorumaqdır. Yəni insan onlara gözəl söz deyərək, yaxşı sözlər deyərək onlara belə bağları qoruyub saxlayacaq. Və la tənhərhuma və qul ləhuma qavlan kərimə. Onların üstünə qışqırma, onları azarlama və onlara xoş söz söylə. Vəxfid ləhuma cənahəz-zulli minər-rəhmə. Onların qarşısında rəhmət və təvəzzökarlıq qanadını indir. Yəni hansı vəzifəyə çatmağından və nə qədər çox mal dövlətə sahib olmağından asılı olmayaraq onların yanında təvəzzökarlıq göstər, tam bir təvəzzökarlıqla onlara rəhmət qanadını indir. Və qul rabbirhamhuma kəma rabbəyani səğira. Və de ki, Rəbbim, onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi sən də onlara rəhm et. Rabbukum a'lamu bima fi nufusikum in takunu salihin fe innehu kana lil awwabin ghafura. Rəbbiniz qəlbinizdə olanları, ürəyinizdə olanları ən yaxşı biləndir. Əgər siz əmələ salih olsanız, şübhəsiz ki, o tövbə edənləri bağışlayandır. Sonra valideynlərə silə etməkdən dərhal sonra, onlarla əlaqəni qoruyub saxlamaqdan dərhal sonra gələn ikinci silə əlaqələri qorumaq dərəcəsi bəyan edilir. Və ətiyədəl qurbə haqqahu, qohum əqrabaya, vəl miskin, miskinə, və binəs-səbil, yolda qalana, onlara haqqını ver bu kəslərə. Və la tubəzir təbzirə, lakin israfsız da etmə. Uca və cəlal sahibi olan Allah buyurur ki, və abudullah və la tuşriku bihi şeyə və bil valideyn ihsanə və bizil qurbə. Allah'a ibadət edin və ona heç bir şey şərik qoşmayın, valideynlərə və qohumlara yaxşılıq edin. Və ona görə də bunların hamısı bağları qorumaqdır. Valideynlərdən sonra gəldi qohumlar və həmçinin ayədə qeyd olunduğu kimi yəni başqa insanlar da var ki, bir şəxs onlarla əlaqəni qoruyub saxlamalıdır. Uca Allah buyurur ki, ayədə və bil valideyn ihsanə, valideynlərə və bizil qurbə, qohum əqrabaya vəl yətəmə, yetimlərə vəl məsakin, miskinlərə vəl cəridil qurbə, yaxın qonşuya vəl cəril cunub, uzaq qonşuya və sahibi bil cəmb, yanınızdakı yoldaşa və binəs-səbil, yolda qalana və mə mələkət əymanukum, sahib olduğunuz kölələrə ehsanla, yəni onlara yaxşılıq edin. Qeyd etdiyimiz bu şəxslərə yaxşılıq edin. İnnəllaha la yuhibbu men kana muxtalen fakhura. Şübhəsiz ki, Allah təkəbbürlü və öyünən kəsləri sevməz. Və ona görə də diqqət edək, bu ayə üzərində dərin fikirləşək, düşünək. Bu ayə necə əzəmətli bir qayəni, bağları qoruma məqsədini özündə cəmləşdirib. Uca Allah yəni ilk növbədə ən əzəmətli haqqı əmr elədi bizə. O da onun öz haqqıdır. Necə ki, Uca Allah buyurur, və abudullah və la tuşriku bihi şeyə. Allah ibadət edin, ona heç bir şeyi şərik qoşmayan. Və sonrası valideynlər və bil valideyn ihsanə. Və sonrası Uca Allah buyurdu ki, valideynlərə yaxşılıq etmək vasitəsilə onlar ilə bağları qorumağı bizə tövsiyə elədi. Və valideynlərin bizim üzərimizdəki haqqı böyükdür. Buna görə də bağları qorumaq mövzusunda onların haqqı olduqca əzəmətlidir. Və sonra isə Uca Allah ayənin davamında o bizil qurbə və sonrası buyurdu ki, yaxın qohumlara ehsan etməklə, yaxşılıq etməklə qohumluq bağlarını qoru saxla. Qohumluq bağlarını qoruyub saxlamağı Uca Allah bizə əmr elədi. Həmçinin zəiflərdən olan yetimlərə də onlarla əlaqəni qoruyub saxlamağı Allah bizə buyurdu.
Yetim o kəsdir ki, həddi buluğa çatmadan atasını itirən uşaqdır. Həddi buluğa çatmadan atasını itirib. Və həmçinin miskinlərə Uca Allah buyurur ki, onlarla da əlaqəni saxlayın. Miskin odur ki, yəni özlərinə kifayət edəcək qədər ruzi tapmayan ehtiyac sahibləridir. Yəni insan qazanır, lakin qazandığı günlüyünə və yaxud da aylığına kifayət etmir. Və ayədə bir məqam var. Vəl-cəridil qurbə vəl-cəril cunub, yaxın qonşu və uzaq qonşu barəsində bir çox açıqlamalar, təfsirlər var. Deyiblər ki, yaxın qonşu səninlə arasında qohumluq bağı olan yaxın qonşudur. Beləliklə onda həm qohumluq əlaqəsini qoruyub saxlamaq, həm də qonşuluq əlaqəsini qoruyub saxlamaq bir araya gəlir. Və həmçinin uzaq qonşu barəsində deyiblər ki, sənə qohum olmayan uzaq qonşudur. Ona görə də onun üzərinə yalnız qonşuluq bağı vardır. Və bəzi elm əhli deyib ki, yaxın qonşu müsəlman olan qonşudur, uzaq qonşu isə kafir olan qonşudur. Təbii ki, məna isə bu görüşləri hamısı əhatə edə bilər, hamısı özündə daşıya bilər. Hətta qonşu qeyri-müsəlman olsa da belə, kafir olsa da belə, onunla bağlar qorunur və ona yaxşılıq edilir. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləmdən sabit olub ki, Yahudi olan qonşusunu xəstələnərkən ziyarət edirdi Peyğəmbər sallallahu əleyhi və səlləm və onu İslam'a dəvət eləmişdi. Və İbn Ömərin, Allah ondan atasından razı olsun, Yahudi bir qonşusu var idi və nə zaman bir heyvan kəsib ətini bölsəydi, evindəkilərin yanına gəlib təkrar soruşardı ki, Yahudi qonşumuza hədiyyə göndərdinizmi? Və o unudulma ehtimalı olduğu üçün bu məsələni xüsusi olaraq soruşub yoxlayırdı və həmsə bəzi elm əhli deyib ki, yaxın qonşu öz şəhərində olan qonşu, uzaq qonşu isə səfərdəki yoldaşındır və bəzilər deyiblər ki, yaxın qonşu sənin öz qohumlarına olan qonşudur, necə ki, biz bunu əvvəldə qeyd eləmişdik. Uzaq qonşu zövcədir, həyat yoldaşıdır, çünki o uzaq evlərdən gəlmişdir. Və təbii ki, bu görüşlərin hamısının nəzərdə tutulmasına elm əhli qeyd edilib ki, heç bir maneə yoxdur. Şübhəsiz ki, bu cür fərqlilik, müxtəliflik fərqliliyidir, ziddiyyət fərqliliyi deyil. Və qohumlarla bağları qorumaq Quran-ı Kərim məqsədlərindəndir. Biz qeyd edək ki, birinci insan Rəbbi ilə bağları qorumalıdır, valideynləri ilə və sonra isə qohumları ilə. Və buna görə də qohumlarla bağları qırmaq, qohumlarla əlaqəni kəsmək şəriətin qayəsinə ziddir. Yəni şəriətin məqsədinə ziddir. Və bir kişi Peyğəmbərin sallallahu əleyhi və səlləm yanına gəlib deyir ki, ya Rasulullah, mənim qohumlarım var, mən onlarla əlaqə saxlayıram, bağları qoruyuram, onlar isə mənimlə əlaqəni kəsirlər. Və həmçinin də mən onlara yaxşılıq edirəm, onlar isə mənə pislik edirlər. Mən onlara yumuşaqlıq göstərirəm, səbr edirəm, onlar isə mənə qarşı kobudluq edirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İn kana kema taqul", əgər dediyin kimidirsə, "Fəkənnəmə tusifuhumul mal". Yəni sanki sən onlara isti bir kül yedizdirirsən. Sanki sən onlara isti bir kül yedizdirirsən. "Və la yazalu ma'aka minallahi zahirun alayhim ma dumta ala zalik". Sən bu əməlinə davam etdiyin müddətcə Allah tərəfindən onlara qarşı səninlə bir köməkçi daim olacaq. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Leysəl vasilə bil mukafi". Həqiqətən həqiqi bağları qoruyan qarşılıq verən deyildir. Qarşılıqla bağları qoruyan deyildir. "Velakinnel vasil ellezî izen qata'at rahimuhu və salaha". Lakin həqiqi bağları qoruyan kəs qohumluq bağları kəsildiyi zaman o bağları bərpa edən kəsdir. Və buna görə də alimlər deyirlər ki, bağları qorumaq məqsədində insanlar 3 qrupa bölünüblər.
Vasil, mükafi, qati'. Vasil odur ki, o qohumluq bağları kəsilsə də, birləşdirilsə də bağları saxlayan kəsdir. Və alimlərin dediyi kimi, o yaxşılıq edər, lakin ona qarşı yəni yaxşılıq edilməz, yəni başqalarının yaxşılığından asıl deyil, həqiqətən də bağları saxlayan elə bu insandır. Ki, onun üçün fərqi yoxdur. Qarşı tərəf onun əlaqə saxlayacaq, saxlamayacaq. Bu insan heç vaxt əlaqəni kəsmir. Və yaxud da gözləmir ki, kimsə gəlib onu ziyarət eləsin, o da gedib onu sonradan ziyarət etsin, yox. Yəni, bağları tamamilə qoruyub saxlayır, bağları kəsmir. Və ikincisi isə mükafi, qarşılıq verən, yəni o yalnız onunla əlaqə saxlayanla, ona gələnlə əlaqə saxlayan kəsdir. Və bu sadəcə bir əvəz çıxmadır. Əgər bununla Allahın rizasını niyyət edərsə, bağları qorumağa görə savab qazanar. Lakin onunla əlaqə saxlamayanı kəsdiyi üçün, onunla əlaqə saxlamadığı üçün bağları qırmağa görə günah qazanar. Üçüncüsü isə qati, bağları kəsən, o kəsdir ki, qohumlar onunla əlaqə saxlasa da, kəssə də, özü qohumluq əlaqələrini qırar, kəsər. Hətta Allah qorusun, bu zamanda insanlar arasında təəccüblü şəkildə acınacaqlı hallar ortaya çıxmışdır ki, belə ki, bəzi insanlar görürsən ki, bir şəxs gəlir, onu ziyarət edir, onunla əlaqə saxlamaq istəyir, qapısını döyür və o isə qapına saraq deyir ki, niyə gəlmirsən, bir daha qapıma gəlmə, səni görmək istəmirəm və s. və axır. Və təbii ki, bu rəftar heç bir şərii səbəb olmadan edilir və bu sadəcə qəlblərin daşlaşması və fitrətin pozulmasındandır və bu cür davranış şəriətin qayələrinə, məqsədlərinə tamamilə ziddir. Və bu qayəni məqsədə gerçəkləşdirmək Allahın qorunmasını əmr etdiyi bağları müxtəlif yollarla saxlamaqla olur. Çünki bunda Allahın rizasını, razılığını qazanmaq var və bu dünya və axirət xeyirlərinə səbəbdir. Və buna görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən əhəbbə ən yubsata lehu fi rizqi" kim ruzisinin bollaşdırılmasını, genişləndirilməsini və ən yunsə lehu fi əsəri və ömrünün uzadılmasını istəyirsə, fəlyasl rahimə qohumluq bağlarını qorusun. Və İbn Ömər, Allah ondan atasından razı olsun, deyir ki, kim Rəbbindən qorxarsa və qohumluq bağlarını qoruyarsa, onun ömrü uzadılar, mal dövləti çoxalar və ailəsi onu sevər. Və ona görə də qohumları ilə əlaqə saxlayan kəsin ruhusu genişləndirilər, ömrünə bərəkət verirlər və əcəli gecikdirirlər. Və ona görə də Əbu Bakrdan rəvayət olunmuşdur ki, o deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləm buyurdu: "Mə zənbun əhra an yu'əccilallahu li sahibihi el-uqubata fi'd-dunya ma'a ma yuddəxiru lehu fil-axirə." Allahın sahibinə həm bu dünyada cəzanı tezləşdirməsinə, həm də axirətə saxlamasına ən çox layiq olan günahlar min qati'atir rahim vəl-bəği və ən çox layiq olan günahlar qohumluq əlaqələrini kəsmək və haqsızlıq etməkdir. Və ona görə də biz əvvəldə qeyd etdik ki, bağları qorumaq hətta kafir olan insanlara da şamil edilir, hətta kafir olan valideynlərə də şamil olunur. Əgər kafir valideynlə, yəni dünyəvi işlərdə gözəl rəftar, gözəl müamilə əmr olunubsa və bu Allah tərəfindən buyurulubsa, gəlin indi müsəlman valideynlə necə rəftar edilməlidir ona baxaq. Hansı ki, o valideyn bizə namazı öyrədib, tövhidi öyrədib, gözəl ədəb, əxlaq verib, dünya işlərimizdə bizə yardımcı olub, mənəvi tərəfdən bizə köməkçi olub, bizi məscidə aparıb, məscidin yolunu bizə göstərib və bir çox yaxşılıqları var o valideynlərin bizə. Ona görə
Yəni onların haqqı olduqca böyükdür və onlar əlaqə saxlanılmağa, əlaqələrin bərkidilməsi üçün onlar daha çox haqq eləyirlər. Ona görə müsəlman çalışmalıdır ki, valideynlərin ona etdiyi yaxşılıqları heç bir zaman unutmasın və düşünsün ki, yəni Allah sonra da valideynlərinin dəstəyi ilə, köməyi ilə insan bu yerə, bu məqama gəlib yetişib və buraya gəlib çatıb. Onlara çoxlu təşəkkür etsin. Hətta kafir qonşu olsa da belə insan onunla əlaqəni qoruyub saxlamalıdır, əlaqəni kəsməməlidir. Yəni hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həyatına baxsaq, görərik ki, yəni Allah Resulü sallallahu əleyhi və səlləm onların hədiyyəsini qəbul edərdi. Təbii ki, biz qəlbimizdə onların küfrünə buğz edirik, sevmirik. Lakin ona yaxşılıq edirik, hədiyyə verərək onunla münasibət qururuq. Əgər hədiyyə versə, Peyğəmbərin sallallahu əleyhi və səlləm etdiyi kimi onun hədiyyəsini qəbul edərik, ona İslamın gözəlliyini göstərərik. Bu da şəriətdə icazə verilən bağları qurmaq, bağları saxlamaq növlərindən biridir. Və ona görə də çalışmalıyıq ki, həmçinin burada bir məsələni də qeyd edək ki, hətta İslam dinimiz müsəlmana dünyəvi bir məsələyə görə öz din qardaşı ilə 3 gündən artıq küslü qalmağı, əlaqəni kəsməyi haram edib və ona görə də insan çalışmalıdır ki, yəni dünyəvi işlərə görə müsəlman bir-birindən 3 gündən artıq küslü qalmasın. Və İslam insanın qəzəblənə biləcəyini nəzərə alaraq ona 3 gün möhlət verib, 3 gündən sonra isə bu küslük və əlaqəni kəsmək artıq günaha çevrilir. Və onların ən xeyirlisi isə salamla birinci başlayan kəsdir. Və doğrudan da İslam bağları saxlamağı dinidir. Uca Allah bizləri eşidib yaxşı tabın onlardan etsin. Uca Allah bizləri onun dinində fəqih olanlardan etsin. Allah bizləri onun dinini sələf-i salihin fəhmi ilə, düşüncəsi ilə başa düşənlərdən etsin. Subhanəkəllahumma və bihamdik, əşhədu an la ilahə illə ent, əstəğfiruka və etûbü ileyk.